əllərim üşüyür, ayağım üşüyür. Özümü belə əla bilmirəm də, işlənəndə qırım dağıtmaq istəyirəm. Qırıb dağıdır. Uşaqları məsəl üçün döyürəm. Müşkül yaxşı. Yəni çox pis vəziyyətdə oluram. Son 20 gündür ki, yuxum da qaçır. Uşaqlarım döyür. Əvvəlki yuxularım indi yoxdur elə şeylər. Yolda Allaha şükür. İndi son bir aydır var ki, işlənirəm, amma özümü saxlayıram da. Amma əvvəllər Onu saxlayıram. saxlayamırdı da. Onu da saxlaya bilmirdim. 20 gündür ki, yata bilmirəm. Yatdım məsələn saat 12-dən 11-dən. 2-də 3-də uşaq ağladısa, durdumsa, nəyəsə ayıldımsa, səs oldusa, səhərə kimi yata bilməyəcəm. Yuxu qaçdı. Ağlama da var. Ağlama dəhşət var, nətər var. Uşaqlar mən istəndirim, uşağım mən deyəcəm, amma dərsimi belə eləyə bilmirəm, mən kömək elə. Mən onu bilmirəm, başa sala bilməm də uşağıma, oxumamışam, eləməmişəm. Başlayıram mən ağlamağa ki, valla mən eləyə bilmirəm, o məndən iş soruşursan. Belə. Məsələn, istəyirəm ki, bu işi məsələn eləmək istəyirəm hamısı bir gündə olsun. Olmadı, həyəcanlanıram. Neş olmadı, o neş qaldı, görürsən nətər olacaq. Belə danışdıqda əllərim üşüyür, ayaqlarım əsir, çox həyəcanlanıram. Stresdə hər gün stres içində oluram.